Əgər elmi yoxdursa, orada gələn şübhələr onu yıxacaq. Necə ki, bəzi insanlar olub ki, müsəlman olduğu halda, dində olduğu halda küfür diyarına gedib yaşamağa, orada Allah qorusun onların beyni yeyiblər şübhələrlə. Onun da elmi zəif olduğuna görə o qalib gələ bilməyib. Dinin dəyişib. Eləcə də insanın imanı olmasa, nə qədər müsəlmanlar olub ki, küfür diyarına gedib müəyyən elmləri olsa belə, imanı zəif olduğuna görə şəhvətinə qalib gələ bilməyib. Azıb gedib, Allah qorusun. Və üçüncü şərtdə zəruri bir ehtiyac olarsa. Yəni bu ehtiyac nədir? İnsan bu müsəlman ölkələrində o ehtiyacını ödəyə bilmir. Deyək ki, elm tələb etməkdir. Hansısa bir elm müsəlman ölkələrində mümkün deyil alsın o elmi. Məcburdur ki, xaricdə alsın. Gedib o elmi almaq üçün müəyyən bir müddət yaşaya bilər. Və eləcə də bəzən olur ki, hansısa bir küfür diyarında İslamı yaşamaq daha asan olur. O zaman onlara da təhlükə olmadığı müddətcə, imanların qoruduğu müddətcə, eləcə də özlərinin şəhvətdən qoruduğu müddətcə orada yaşamaları onlara icazəlidir. Amma bir insanın kafir ölkəsindən işləyərək gedib bir gün qalması və yaxud oradan keçib getməsi necə? Gəmidə işləyənlər, yük maşınlarında işləyənlər kimi bunlar təbii ki, istisnadır. Bu da yenə də həmin şərtləri qorumaq şərti ilə orada işləməsi icazəlidir.